Herkese hamdolsun, kanalıma videoma xoş gəldiniz. Bu yeni bir videola qarşınızdayım. Videoyu keçməmişdən və kanala dəstək olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndinizsə like ata bilərsiniz. Həmçinin şərhlərdəki linkdən Telegram kanalımıza gedə bilərsiniz. Burada səhmlər və kriptovalyutalar haqqında, ETF-lər haqqında, alış-satış siqnalları, şəxsi analizlərimi, həmçinin portföyümü və s. xəbərlər paylaşıram güncəl və hər birimiz güncəl dünyadakı iqtisadi xəbərlərdən məlumatlanaraq portföyümüzü düzəldərək və gəlirlərimizi artıraraq bu kanaldan istifadə edə bilərik. Linki şərhlərdə olacaq. Bugünkü videoda dostlar maliyyə azadlığı haqqında çəkəcəyim serinin ilk bölümünü çəkirəm dostlar. Birinci bölümüdür maliyyə azadlığı. İlk olaraq desəm maliyyə azadlığı nədir dostlar? Maliyyə azadlığı burada gördüyünüz ki bölmələr yazmışam 3 bölmə. Bu ilk bölümündə 3 bölmə haqqında danışacağıq. Maliyyə azadlığı dostlar o deməkdir ki, siz artıq işləmək ehtiyacı olmadan öz maliyyə vəziyyətinizi rahatca idarə edə bilirsiniz. Yəni borc almadan və yaxud kredit götürmədən, ikinci, üçüncü işdə işləmədən. Ümumiyyətlə dostlar belə deyim, maliyyə azadlığı o deməkdir ki, siz heç bir işdə işləmədən öz maliyyə vəziyyətinizi idarə edə bilirsiniz. Yəni maliyyə azadlığı budur. Təbii maliyyə azadlığının da öz mərhələləri var. Gördüyünüz kimi ilk bölümdə 3 mərhələdən danışacağıq. Gəlir, nəzarət və maliyyə savadı. Gəlir birinci bölümə gəlirə keçirik. Gəlir nə deməkdir? Gəlir odur ki, sizin ya pasiv və aktiv bir gəlir mənbəyiniz var. Yəni pasiv deyərkən o deməkdir ki, yəni bir investisiyanız var, səhmlərdə, kriptovalyutalarda və yaxud dövlət şirkət istiqrazlarında və yaxud hansısa biznesdə ortaqsınız və yaxud hissəniz var. Bu passivdir. Aktiv isə o deməkdir ki, sizin bir şəxsi biznesiniz var və yaxud siz bir hardasa işləyirsiniz və yaxud daimi olaraq məşğul olub, yəni yalnız məşğul olarkən, aktiv o deməkdir ki, dostlar, yalnız məşğul olarkən pul qazana bilirsiniz. Pasiv isə o deməkdir ki, siz məşğul olmasanız belə o gəlir öz-özünə qazanılır, öz-özünə gəlir. Yəni siz artıq modeli qurmusunuz, pasiv olaraq özü-özünə qazanılan bir gəlir yaratmısınız. İkinci olaraq nəzarətə gəldik. Nəzarət nə deməkdir dostlar? Nəzarət budur ki, siz deməli öz pulunuza nəzarət edirsiniz. Yəni nə qədər xərclədiyinizi bilirsiniz, nə qədər gəlir qazandığınızı, nə qədər artırdığınızı və nə qədər əksik etdiyinizi pulun hesabına edə bilirsiniz və aylıq, illik, həftəlik olaraq bu rəqəmlər sizlərə tam açıq, aydındır dostlar və nəticə etibarilə siz pulunuza nəzarət etmiş olacaqsınız və maliyyə azadlığının birinci bölümün ikinci mərhələsini də qazanmış olacaqsınız bu nəzarətdən. Çünki nəzarət olmasa gəlirlər təbii ki bir çox yerə yönləndirilə bilər və nəticədə heç bir deməli maliyyə azadlığına qovuşula bilməz. Nəzarət çox önəmlidir. Buna həm qənaət, nəzarət həm qənaət aiddir, həm də ki necə istifadə olunmasını bilmək aiddir. Üçüncü mərhələdə maliyyə savadı. Maliyyə savadı nədir? Maliyyə savadı bizim etdiyimiz şeydir. Maliyyə adamının etdiyi şeydir. Sizlərə səhmlər haqqında danışan fond bazarları, istiqrazlar, əmtələr, gümüş, qızıl, kriptovalyuta, neft və yaxud məsələn Azərbaycandakı səhmlər, məsələn ABM səhmləri olsun, məsəl üçün faizlər olsun, yəni bu da maliyyəyə aid bir şeydir. Forex olsun. Yəni mənim danışdığım airdroplar olsun. Mənim danışdığım hər bir şey maliyyə savadına aiddir. Fərqi yoxdur. Bu o maliyyə savadının tam maliyyəyə mi aiddir və yaxud azca bir qumara mı aiddir? Məsələn Forex azca qumar xatırlada bilər. Əgər qumar variantı Forex etsəniz azca xatırlada bilər məsəl üçün. Amma səhmlər tam olaraq maliyyəyə aid ola bilər və yaxud səhmlər də alıb satarsınız 2 dəqiqəyə zərər edərsiniz, sonra deyərsiniz ki, mən niyə bu səhmlərə girdim və s. Yəni maliyyə savadı budur dostlar. Siz məsələn maliyyə adamını izləyirsiniz, videoların hər birini izləyirsiniz və görürsünüz ki, səhm nədir, necə alınır, necə satılır, nə vaxt almalıyıq, nə vaxt satmalıyıq, hansı səhmi almalıyıq, hansı səhmi satmalıyıq, trendlər nədir, texniki analiz nədir, fundamental analiz nədir, şirkət seçimi nədir, kriptovalyuta nədir və s. və ilaxır. Maliyyə savadı budur dostlar. Maliyyə savadı demirəm təkcə mənim kanalımda öyrənə bilərsiniz, bir çox kanallarda öyrənə bilərsiniz. Amma mən sizə kanalımda təqdim etdiyim məlumatları mənə heç kim öyrətməyib. Yəni mən bunları özüm YouTube'dan, Instagram'dan və digər sosial şəbəkələrdən, Telegramdan bir çox insanların məlumatlarını öyrənə uşaqlıqdan indiyə kimi 8 ildən uzun müddətə öyrənə hal-hazırdakı səviyyəyə gəlmişəm. Hələ tam yenə də bəzi şeyləri bilmirəm və öyrənməyə davam edirəm. Bu sonsuz dəryadır. Ona görə də öyrənə daha çox pul qazanmağı artırırıq dostlar. Sizlər də bu şəkildə maliyyə azadlığınızda maliyyə savadını təmin etməlisiniz. Maliyyə savadını təmin edəndən sonra artıq dostlar ikinci bölümə keçib maliyyə azadlığının ikinci bölməsinə keçəcəyik. Bugünlük bu qədər. Bu birinci bölüm idi. Bu bölüm üzərində
Görün ki, siz yəni bunları təmin etmisinizmi? Pasiv və yaxud aktiv gəliriniz varmı? Nəzarət varmı? Maliyyə savadı varmı? Bu üçü olmasa, bu üçündən hər hansı biri olmasa, hər hansı ikisi olmasa və yaxud heç biri olmasa, siz heç bir maliyyə azadlığını təmin edə bilməzsiniz. Video bu qədər dostlar. Bəyəndinizsə like ata bilərsiniz. Sağ olun, sağ olun. Gələcək videolarda görüşəndə.